Azərbaycanın ilk sosial televiziyasının efirindən hər birinizi salamlayırıq. Gəlin sizlə biraz əvvələ qayıdaq. Sizlə görüşmək üçün necə sevinclə hazırlaşdığımız, sizlə danışa bilmək üçün necə həvəsləndiyimiz, sizi eşidə bilmək üçün tələsdiyimiz günləri xatırlayaq. Dost TV sizlə görüşməsinin 1 ilini qeyd edir. Bugün bizim doğum günümüzdür. Çox uzaq tarix deyil, amma bu 1 il ərzində efir vasitəsilə biz sizlə verilişlərimizdə vətəndaş müraciətləri əsasında 200-dən çox problemi işıqlandırmışıq. Elə o qədər də vətəndaşın şikayətinə baxmışıq. Minlərlə sosial məsələlərlə bağlı müraciətləri cavablandırmışıq və ümumilikdə 5,6 milyon baxış sayı yığmışıq. Dost TV-nin əsas mövzuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri ilə bağlıdır. Dost TV-də Dost Xəbər, Dost Qapısı, Sosial Saat, Qayğı, Ekspert rəyi, İş Saatı, Mənim Hekayəm, Rəqəmsal Saat, Xidmətinizdəyik, Birlikdə Öyrənək, Onlayn Müfəttiş, Dayaq Nöqtəsi, Dost Podkast, Gənclər Dostluğu kimi verilişlər yayımlanır. Bu verilişlər insanları narahat edən ən müxtəlif mövzuları əhatə edir. Dost TV-nin yaranmasında əsas məqsəd Cənab Prezident tərəfindən sosial sahədə, sosial müdafiə, əmək məşğulluq sahələrində aparılan ardıcıl islahatların cəmiyyətə tanıdılması, daha yaxından tanıdılması, həmçinin Dost konsepsiyasının, innovativ yeniliklərin, elektronlaşmanın vətəndaşlara sadə dildə, rahat dildə, onların, vətəndaşlarımızın anladıqları dildə, hüquqi izahlardan kənar, çətin cümlələrdən, çətin fikirlərdən kənar, sadə dildə izahını təmin etməkdir və biz hesab edirik ki, bu 1 il ərzində keçdiyimiz yol və vətəndaşlarımızla interaktiv, sıx təmasımız, onlar tərəfindən gələn müraciətlər, onların Dost TV-yə olan marağı deməyə əsas verir ki, biz bu istəyimizə nail olduq. Aparıcısı olduğum ekspert rəyi verilişində biz daim ölkəmizin tanınmış ekspertlərini və həmçinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını efirə dəvət edərək bu və digər mövzularda çox maraqlı müzakirələr təşkil edirik ki, və bu da güman edirəm ki, bizim tamaşaçıların, Dost TV tamaşaçılarının bu istiqamətdə həyata keçirilən işlərlə bağlı tam məlumatlı olmasına, maariflənməsinə çox yaxşı bir şərait yaradır. Biz başdan da fikirləşirik ki, mövzu ağırdır, hədəf kütləmiz çox həssasdır. Bunları fikirləşib biraz daha ehtiyatla gedirdik. Amma elə oldu ki, gördük ki, insanlar bizim paylaşdığımız kontentlərə daha müsbət reaksiya verməyə başladı, bizə etibar eləməyə başladı və bizim düşündüyümüz proseslər daha sürətlə baş verdi. Biz 1 il ərzində daha çox maarifləndirici çarxlar eləməyə başladıq, daha çox belə deyək də, proqram sayını artıra bildik. Biz, misal üçün, sosial şəbəkələr üzrə ümumi bir 6 milyon yaxın izlənmə baxışı olub bizdə. Bu hələ harasıdır? Biz davam edirik. Hələ sizlə danışacağımız, müzakirə edib çıxış yolu tapacağımız mövzular çoxdur. Artıq 1 ildir ki, mediada da dostunuz var. Dost TV efirdədir.